Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bölgə TV xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Ali Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasının mərkəzi istiqamətində, Ziya Bünyadov prospekti Müzəffər Nərmanov küçəsi ilə kəsişməsindən 20 yanvar metro stansiyası istiqamətində, Rəşid Behbudov küçəsi Mərkəz Bank istiqamətində, Heydər Əliyev prospekti Əsas yol mərkəz istiqamətində, Yusif Səfərov küçəsi mərkəz istiqamətində, Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər, 28 May küçəsi Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Əbdülvahab Sağlamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur. Dilbərov Qarqızı, Bölgə TV.